Ucarın Rəstəcə kəndində Çaqqal kənd sakinlərinə hücum edib, vəhşi heyvanın qəfil hücumu zamanı 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Çaqqal hücumuna məruz qalanlar çox təşviş keçirib, təbii ki, hadisənin necə baş verdiyini həyəcanla ATV xəbəri danışıblar. Burada oturmuştum, ben bu yerde sulu oturmuştum. O da orada əkin əkirdi. Ben gittim, toğlağın qabağından yabağını götürüb gəlməcə peyin gətirim. Elə mən buna nasıl keçən kimi bu mənim pusurmuş. Keçən kimi Zumbarvada gördüm ki, daldan nəsə gəldi, atıldı, yıxdı məni. Yıxdı, bir də döndüm belə baxdım, gördüm ki, çaqqal. Qollarımı paramparça elədi, qılçalarım. Qonşu yanıma gəldi, çatmayınca çaqqal məni buraxmadı. Ucarın Rəstəcə kənd sakini 72 yaşlı Güləndam Məmmədovanı vəhşi heyvanın caynağından qurtarıb xəstəxanaya çatdıran ər-arvad daha sonra özləri də həmin çaqqalın hücumuna məruz qalıb. 67 yaşlı Musa Həsənov və həyat yoldaşı 65 yaşlı Fatma Həsənova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Mən aynı gedəndən sonra qonşu yazıq gedər qapısını var ki, tez işin gücün görsün, gəlsin mən yanıma. Mən gələcəm də xəstəxanadan. Öyle qonşunun oturduğu yerdə, inək sağdığı yerdə daldan qonşuya cumar. Yoldaşının barmağını dişləyib, üzdürüb. Ondan sonra o qadının da ayaqlarını. Qışqırığa da mən evdən çıxdım, gördüm ki, yoldaşım çaqqalla boğuşurlar. Yavanı götürüb, üstünə hücum edəndə çaqqal yoldaşımla aralanıb, barmağımı götürüb apardı. Birinci dəfədir valla belə bir şey. Yanğın quduzlaşıb ki, bu heyvan insana hücum edir. Özə vurursan da çıxıb get. Bir adam üstünə çıxır. Təbibdən verilən məlumata görə aprelin 17-sində axşam saat 7 radələrində 3 nəfər Ucar rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onlara vəhşi heyvan dişləməsi diaqnozu təyin olunub. Pasientlərə zəruri tibbi yardım göstərilib, quduzluğa qarşı vaksin vurulub. Sakinlər ambulator müalicə üçün evə buraxılıb. Saadət Ayaz qızı Samir Cəbiyev, Məhəmməd Hacızadə, ATV xəbər, Ucar.